Gəlin ingilisinin güvənli suallarına tez baxaq. Deməli 11-ci sinifin qrammatikasına baxaq. Deyir ki, yerli çal tap. Canlı isim, özündən sonra isim. Bir doğru. Bədən üzvlər ikisinə aid apostrof S olmalıdır. 2. İsim cəmdə doğru. 1-3. Zaman mənası apostrof S. Bu artıq feildir. Çünki başqa feilimiz yoxdur. Olacaq 1-3-4. Dünən bahal saat aldım və həmin saat çox, yəni dəblidir. Hər hansı bir saat aldım. Sifətin ilk hissəsi saitdir, N olacaq. İkinci tərəfdə artıq bəllidir ki, hansı saat almışam. Olacaq Z. Birinci qeyri-müəyyən, sonra müəyyən. Ofla evli işlənmir, somebody işlənmir, xəbər cəmdədir, evli one of olmaz, için xəbəri təkdə ol qaldı. Arrived'dir. Digər tərəfdə bu indiki sadə zamanda so, do, will təsdiqdə. You had better finish. Had better feilin tuzsuzu, okay. I would rather tuzsuzu. If you feel sick, you had better see. 1-3. Would rather'dən sonra tuzsuz feildir. C'dir. Deməli, indi buna baxaq. Suggest ing-dir. Refuse to go-dur. Dislike da ing-dir. Elə E'dir. İndi buna baxaq. T'dən sonra Z. Bir dəqiqə. T'dən sonra Z gəlirsə araya obyekt girməlidir. Told him olmalıydı. 2 düzdür, okey. 3 də düzdür burada. Deməli, said to me olmalıydı. 5 səhvdir. Bir də 4 düzdür. Elə A'dadır. 4-5 years, 4 şeydir də, bitmiş zaman, yet də bitmişdi. Amma biri inkarda olmalıdır, yet inkarda işlənir. Hər ikisi amma bitmişdi. Bunu deyir ki, passivə, yəni məhcula çevir. Why deməli ola bilər də, gəlin baxaq. Did-dirsə was olacaq. Why was the meeting cancelled by the manager? Bu şəkildə. Was elə bir idi, araya tamamlıq girməlidir. Keçmiş sadə zaman deyil, being olmaz. Onlar qərarı aldılar ki, hər nəsə deyir, yəni geçsinlər də bu gəzməyə. Gözü yağış yağmasına baxmayaraq. Bəli, artı gələcək.